Prezidentimizlə görüşdə demək istəyib dilə gətirə bilmədiyim bircə o idi ki, Allah bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Mən öz oğlumdan ayırmamışam o igidlərin heç birini. Hər biri mənim balamdır. Bu sözləri ötən gün Prezident İlham Əliyevlə görüşü gündəm olan Vətən müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev Qafqazinfoya təəssüratlarını danışarkən deyib. Məni kövrəldən o oldu ki, oğlum elə doğma Zəngilanımız, Qarabağımız üçün canından keçdi. İndi o torpaqlarda prezidentlə görüşürdüm. Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi. Tapşırıq verdi, ayrıca maraqlandılar. Tək qoymadılar, çox sağ olsunlar. Samirin müharibəyə getməyi indiki kimi yadımdadır. Dostları ilə görüşə getmişdi. Gördüm ki, zəng gəldi. Çağırıb soruşurdular. Dedi ki, saat 8-ə orada olacam. Mən getdiyi gün bilmişəm ki, adını könüllü yazdırıb müharibəyə gedir. Tərifləmək istəmirəm, amma komandiri, döyüş yoldaşları onun döyüşdəki şücaətindən danışırlar. Əli Sarıyev Samir müharibədə olarkən onunla telefon danışıqlarından birini xüsusi vurğulayıb. Biz Zəngilandan köçkün düşəndə böyük oğlum hələ təzə addım atmağa başlayırdı. Samir isə anasının bətnində idi. Bir neçə ay sonra doğulacaqdı. Qismət olmadı. Oradakı evimizi o heç görməmişdi. Cəbhəyə gedəndə də anası 5 il idi ki, vəfat etmişdi. Amma əskərliyini görmüşdü. Müharibədə olanda zəng vurdu ki, ata, Zəngilandakı evimizin yerini istinad verə bilərsən? Buradayam. Tapmaq istəyirəm. Təxmini başa saldım, amma Zəngilanda döyüşsə də dedilər ki, evimizi yenə görə bilməyib. İndi o evin açarını almağımın mənim üçün xüsusi mənası var idi. Zəngilan şəhərinin mərkəzində küçələrin birinə də Samirin adı verilib. Açılışı dünən oldu. Şəhid atası sonda onu da bildirib ki, indi böyük oğlu, gəlini və məktəbli nəvəsi Aylinlə Samirin və onun kimi minlərlə şəhidin qanı bahasına qazandığımız Zəngilanda qürurla yaşayacaq.